Dostlar, salamlayıram sizi. Yeni bir notasiya ilə sizlə bir yerdəyik. Vəziyyət gördüyünüz kimi eynidir. Fiqurlar sayı eyni, yəni piyadaların sayı eyni. Hətta qaralar qala da qurub belə. Ağlar hələ qala qurmayıb, düzdür. Hər iki tərəfə qala qura bilər. Buna şans var. Yəqin ki, ağlar da gözləyir ki, hansı tərəfə qala qursun. Ancaq burada gediş ağlarındır və bu cür fırtınadan sonra fırtına öncəsi səssizlikdir və fırtınanın başlanmağının səbəbi vəzir H7 ilə başlayır. Deməli, burada rəqib məcburdur götürsün, çünki şahın artıq bura gələ bilmir, çünki fikirləşə bilərsiniz ki, məcbur deyil ki, götürsün vəziri, məsələn, götürməyə də bilər, amma məcburdur burada qaraların şahı götürsün, çünki qaça da bilmir. Burada qaraların şahı vəziri götürür və burada atla gördüyünüz kimi fili götürərək şah verilir və burada vəziyyət belədir ki, yəni nə piyada atı götürə bilir, nə filin qabağını kəsmək olur. Çünki hər iki tərəfdən şah verilib, həm atla, həm fillə şah verilib. Belə vəziyyətdə rəqib ancaq şahını oynamalıdır. Və burada rəqib şahını geriyə oynaya bilmir. Çünki geriyə oynasa atla buradan mat olur. Ona görə də qaraların məcburi gedişi şahını qabağa gəlmək. Və burada atla yenidən şah verilir. Əlbəttə ki, buralar artıq tutulubdur. Bildiyiniz kimi ağ xanalar da rəqibin fili tərəfindən tutulub və rəqib şahının gələcək yeri təkcə J5 xanasıdır. J5 xanasına gələndən sonra ağlar piyada ilə bir də şah verir. Əlbəttə ki, bu xanalar, göstərdiyim xanalar, qırmızı göstərilən xanalar artıq ağların fiqurları tərəfindən tutulubdur. Atı da götürə bilmir, atı qoruyur və şahın yenə də məcburi gedişi F4 xanasına gəlməkdir. Bundan sonra yenə də J3 xanasından piyadanı qabağa verməklə şah verilir. Şahın yenə bir gedişi var. Bundan sonra fillə yenə şah verilir. Şah artıq burada qayıda bilmir. Bayaqları fil tutaq ki, buranı tutmuşdu. Artıq burada qayıda bilmir, çünki at buranı tutur. Və şahın yenə yeganə gedişi J2 xanasına gəlməkdir. Burada topla yenə şah verilir. Topu vura bilmir, çünki at həmin topu qoruyur. Şahın bir gedişi var. Burada isə iki cür mat var. Şahı hərəkət etməkdən də mat eləmək olar. Ancaq burada ən yaxşısı qala qurmaqla, məsələn, mat eləmək olar. Ancaq gəlin burada şahımızla çəkək, mat eləyək rəqibi. Və burada gördüyünüz kimi çox deməli eyni epizod idi. Deyərdiniz ki, burada neynəmək olar ki, yəni adi bir epizoddur, ayrı bir oyun epizodudur. Yəni burada çox adam heç cürət eləyib o vəziri H7 xanasına, yəni piyadaya verməzdi, amma gördüyünüz kimi şahı gör haralara gəldi, çıxdı rəqibin və burada vəziyyət elə bir səviyyəyə gəldi, çıxdı ki, artıq məcburi gedişlərlə J1 xanasına qədər gəldi, çıxdı qaraların şahı və mat oldu. İzlədiyiniz üçün sağ olun dostlar, minnətdaram.